Mən sizi Amerikadan salamlayıram. Dostlar, bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, əgər Amerikada küçədə və yaxud hər hansı bir yerdə bəzək əşyası, yəni qızıldan söhbət gedir, əgər qızıl tapdınızsa, siz mütləq onu aparıb polisə təqdim etməlisiniz. Bu mütləqdir. Əgər bunun sahibi tapılarsa, bu sahibinə qaytarılacaq. Əgər tapılmazsa 90 gün ərzində mənə geri qaytarılacaq. Yəni polis departamenti tərəfindən mənə zəng olunacaq və geri qaytaracaqlar. Bəzək əşyası bir üzükdür. Baxın, yəni belə üstündə xaç işarəsi var. Mən baxdım, araşdırdım bunu, 14 karatdır. Aparıram indi bunu yaşadığım əyalətin polis departamentinə təqdim etməyə. Hi sir, excuse me. Do you have this 5 minutes? Because I have a question. I'm finding that it's one gold. Gold. Yep. Yep. It's mine? Okay. Polis saxlatdım. Polisə dərdimi anlattım ki, bəs mən qızıl tapmışam. Onlar mənə dedilər ki, o artıq sənindir. Başqa bir türklər demişkən yapacaq bir şey yox. Çox sağ olun. Yenə də bu məlumatı sizinlə paylaşmaq istədim. Təşəkkürlər.